göz muncuğu, üzərik. Bunlar nədir? Bunlar şirkdir. Yəni, səbəb olar götürmək müəyyən bir şeyi. Misal üçün, soyuqdur hava, sən isti bir şey yeyinirsən. Demirsən ki, mən Allaha təvəkkül edirəm, bir çıxıram nazik köynəkdə çölə ki, Allah məni qoruyacaq xəstəliklə. Yox, bu şərii və əqli, yəni səbəb, doğru səbəbdirsə, sən onu götürə bilərsən. Şərii səbəb, misal üçün, göz dəymədən qorunmaq üçün İxlas, Fələq, Nas surələrini oxuyursan, yatanda, misal üçün, şeytanlar insana yaxınlaşmasın deyənə Ayətəl Kürsünü oxuyursan. Bu səbəbdir. Nə səbəbdir? Şəriətin icazə verdiyi səbəb. Bir də var, nə şəriətdə, nə dünyavi, yəni belə əqli buna isbat yoxdur. Sən onu səbəb götürürsən. Göz muncuğu və deyirsən ki, bu göz muncuğu səbəbi ilə Allah məni qoruyur. Bu böyük şirkdir, kiçik şirkdir. Hə? Yox, kiçik şirkdir. Niyə kiçik şirkdir? Səbəb olmayan bir şeyi səbəb götürdün. Şərii cəhətdən səbəb olmayan, icazəli olmayan bir şey, yəni dəlil yoxdur ona. Olmayan bir şeyə özünə nədir? Səbəb götürdün. Kiçik şirkdir. Yaxşı, biri desə ki, göz muncuğu məni qoruyur. Göz muncuğu məni gözdən qoruyur. Qoruyan o göz muncuğudur. Böyük şirkdir, kiçik şirkdir. Artıq burada böyük şirkdir. Bəziləri də bilmir bunu. Və soruşsan göz muncuğu, elələri var ki, deyir ki, bu göz muncuğu qoruyur. Bu kiçik şirk deyil. Burada artıq ən böyük günah eləyir. Böyük şirk üzərindədir adam. Ona görə Allah Teala buyurur ki, İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Şübhəsiz ki, Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa günahları isə dilədiyinə bağışlayar. Yəni şirki Allah heç vaxt bağışlamaz. İnsan tövbə etməzsə, tövbə etmədən şirk üzərində ölərsən nədir? Əbədi cəhənnəmdədir. Fikirləş, əbədi cəhənnəm. Və orada cəhənnəmdə nə ölüm yoxdur və yox olmaq yoxdur. İnsan əbədi əzab çəkir. Dərisi yanacaq, təzdən yeni dəri ilə əvəz olunacaq. Yenidən əzab görəcək, təzdən yenə, Allah qorusun. Yiyəcəkləri, içəcəkləri nədir? İrin. Qanlı, irin. Qaynar. Nə su var, nə bir şey.